APA İnformasiya Agentliyində Ramiz Mehdiyev nankorluq və xəyanət anatomiyası, onun planında kimlər olub başlıqlı məqalə yayımlanıb. Məqalədə bildirilir ki, Ramiz Mehdiyev ətrafındakı insanlar könüllü şəkildə aidiyyatı orqana gəlib istintaqla əməkdaşlıq etməlidirlər. Ramiz Mehdiyevin həbsi onun ətrafına, onunla yaxın olanlara, iddialara şərik çıxanlara və ya belə iddialara düşənlərə aydın mesajdır. Materialda qeyd olunur ki, bu şəxslər Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov, sabiq Xarici İşlər rəhbəri Elmar Məmmədiyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq Mədəniyyət naziri Əbülfəz Qarayev, özünü hakimiyyətin bolşeviki hesab edən Azər Qasımov, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və onun qudası Cahangir Hacıyev, Mehdiyevin qara kassası sabiq Nəqliyyat naziri Ziya Məmmədov, onun qardaşı sabiq deputat Elton Məmmədov, Tərtər işinə görə məhkəmə sistemindən uzaqlaşdırılmış Kamal Əliyev, kürəkəni İlham Əliyev, onun qardaşı Fikrət Əliyev, deputatlardan Elşan Musayev, Zahid Oruc, Melahat İbrahim qızı və digərləridir. Məqalədə vurğulanır ki, Ramiz Mehdiyevin siyasi planlarının və xəyanətinin ifşa olunması bir müddət əvvəl Adnan Əhmədzadənin iqtisadi təxribatı ilə eyni vaxtda təsadüf edir. Adnan Əhmədzadə öz əməlləri ilə Azərbaycanın əsas ixrac məhsulu olan nefti, ötürücü kəmərləri, tankerləri, zavodları sıradan çıxardı. Ölkəyə böyük maliyyə və iqtisadi zərbə vurdu. Ən əsası isə ölkəmizin beynəlxalq müstəvidə etibarını sarsıtmağa çalışdı. Ramiz Mehdiyev isə siyasi diversiya planları quraraq onu həyata keçirməyə çalışdı. Bu təxribatın eyni vaxtda baş verməsi təsadüf olmaya da bilər.